videoma hoş geldiniz. Sizinle yeni bir vloga başlayırıq. Saat 12'dir. Bugün gün boyu heç çəkənməmişəm. Çünki mama işləyir və telefon onda olduğu üçün çəkə bilmirəm. İndi günorta pankek eləmişdim. İndi yenə eləyəcəm. Dostlar, çəkə bilmədim. Baxın belə elədim, qəşəng çıxdı. Yəqin çox, yəni bunu mən sabah bişirəndə sizə çəkəməyəcəm, çünki telefon olmayacaq. Amma bunu sabah bişirəcəm. Səhər bişirmişdim, çox qəşəng qalmışdı. Xəmiri də özüm elədim. İndi qoyacaq bunu xalacildə. Deməli dostlar, bir daha hər kəsə salam. Saat 01:05 hələ yatmamışam. Yuxum gəlmir. Deməli oturdum, bir dənə də video düzəltdim, oyun videosu. Hazırda 4 dənə oyun videom var. Onu da belə eləməsi 10-15 dəqiqə çəkir, yəni çəkmək onu. Amma montaj zat da elə 15 dəqiqə, hardasa bir 30 dəqiqə falan mənim bir dənə videom hazır olur. Montajı da çəkmək də, yəni bir yerdə. Eminə oyunda vlog elə olmur. Biraz uzun çəkir, montaj falan 1 saat, 2 saat. Başım hazırda 4 dənə videom var. O qədər rahatam da. Videom olmayanda atmağa yedək. Gərək bax mən bu vlogları tezləşdirim də, nəsə uzun bir content çəkim və biraz dəqiqəsi uzun olsun ki, mən də vlogu atım da tezləşdirirəm biraz. Amma orada vlogu istədim ki, uzadı çəkə bilərəm. Çünki hazırda 4 dənə videom var. O videoları 2 gündən bir atacağam. İndi bir dənə vlog atmışam. Bilmirəm, o siz bu videonu baxanda üstdən neçə gün keçmiş olacaq o vlogda. Amma dünən bir dənə vlog yüklədim. İndi bugün işlə yükləməyəcəm. Yəqin ki, ya sabah ya da bir gün bu oyun videolarından birini yükləyim. Bir də əsas şey deyəcəkdim ki, ben çıxartdım. Burada məndə bitənlər var. Asperox. Baxın, burada bitənlər görürsünüz. Burada həqiqətən hər şey var da. Hətta belə içkiyə qədər var. Dərman var. Ne bileyim, saç kremi var, şampun en çok var. Kremler var falan var. Şimdi tam göstermeyeyim. Ama göstersem de yani problem olmaz indi. Zaten yani esas ben birdən aramıza təzə gələnlər olar. O biri vloglarda görməmiş olar. Bunları mən yığıram. Ucu 6. aydı, iyun aydı. Ucu bir kutu ağzına qədər şey yığılıb. Gələ bu kutunu dəyişim. Yəni bir dənə də kutu özümə şey eləyim, götürüm. İnşallah 2026'ya keçəndə yanvarın 1, dekabrın 31 falan bunun videosunu çəkəcəm ki, yəni ki bir il ərzində bitirdilərim də belə bir şey. Da yağdan ondan qoymuram. Bir dənə baxın, belə bir şeylər ola bilər. Əsas da ki, belə baxın, makyaj əsasda olacaq bu kutu. Yəni ki, indi bir dənə də məhsulum var. Baxın, bura görürsünüz, bu özüm toxuduğum şeyə. Buraya biraz bitməyə yaxın olanlar qoymuşam. Məsələn, bu tanarın içində azdır. Bunun içində oca azdır. Bunun içində az deyil, amma qoymuşam, yəni əl altında olsun deyə. Belə. Bir dənə də baxın bu. Bunu, əlim bütün qlos oldu. Temundan almışdım. Görürsünüz, axırında çox az qalıb. Özdə bunun açıb gəldim. Bunun ağzının o krışqası, yəni necə deyirlər, bu çox ürün gəlməsin deyə bir şey olur ya orada, aparatı. Onu mən çıxartdım ki, içindən daha yaxşı ürün gəlsin. Gördüyünüz kimi dibi deyib onu da istifadə edəcəm və atacağım bir tane. Dostlar, biraz da bundan danışıram. Baxın, bunu yəqin ki daimi izləyicilərim bilər, amma yenə dediyim kimi belə şeyləri mən bir neçə vlogda deyirəm ki, çünki həmişə eyni adamlar olmur da, təzə gələnlər də olur və bunlardan xəbərdar olmayanlar olur. Baxın, bunu öncə mən Temdan sifariş eləmişəm. Bundan əslində 6 dənə idi, burada 4 dənəsi var. Birini hədiyyə eləmişəm, birincisi məktəb sumkamdadır. Baxın, bu belə çox qəşəngdir də. Bunu mən
2 manata ya 3 manata 6 dərsini almışdım. Baxın burada üzümlü var. İşte bu üzüm çevirməyim də şeylidir. Şaftalı, bu da limondu ya da apelsin. Bu da avokadolu. Bu bir şeyə dəymirəm. Bunları zapasa qoymuşam. Amma bu şaftalı olanı istifadəyə qoymuşam. Bir də üzümlü olanı. O da məktəb sumkamdadır. Yəni çox qəşəng nəmləndirir dodağı. Yəni tövsiyə edirəm sizə də. Olsa indi hazırlaşmışam, gedəcəm BSG-yə. Məsələn 13:43-dür. Gedirəm BSG-yə. Ondan sonra da gedəcəyik parka. Sonra gəldik. Bilməm səsimi eşidirsiniz ya yox. Gəldik o şimdi. Bu Heydər Parkına gəldik. Bu videoda əmin parkı desəm, yəni şeylər bil. Çünki burada mənim neçə il əvvəl əmim işləyib polis olaraq. Yəni oradan da ağzınızda əminin parkı deyə qalıb. Yəni əslində bura Heydər Parkıdır da. Zaten hamımız bilər. Belə el arasınca deyirik əmin parkına gəldik. Görün burada nə gözəl güllər var. Hem de getirik. Mənə bu özümün sukasıdır. Bu da bacımı oradan da piknik eləyək. Yəni piknik deyəndə ki, elə bir dənə çay, bir dənə pirog gətirəcəm. Simit qazan, yüngül vardı. Buradakı isə bacımın sumkasıdır. O piknikdən çıxandan sonra gedəcək bacım qoyacaq nənəm gələ. Biraz orada qalacaq. 4-5 gün falan haçan istəsə gələr. Tətildə onsuz da. Nə bir dənə sumka yüklədilər. Gedək. Mən də sabun deyirdim ki, buradan çox qəşəng iyi gəlir, güllərin iyisi. Biz hərdən bir bura gəlirik, çox qəşəng yerdir. Bir də bir nəfər yoruma yazmışdı ki, bir də bu effekt yəni istifadə eləmə. Qəlbini qırmaq üçün demirəm, amma biraz abartı görsənir. Sonra mən ona yazdım ki, bu effekt biraz abartılıdır, amma ailəm özüm göstərməyə icazə vermədiyi üçün bu effektdən istifadə edirəm. Yəni ona görə bu effektdən istifadə edirəm. Tam üz görsənmir deyə. Olsa indi burada sizə qısaca çantamda nə var çəkəcəm. Bu da sumka. Deməli, BSG-dən çıxdığım üçün, gəldiyim üçün, əslində mən BSG-yə çoxdan yazmadım, sadəcə gətirə bilmədiyim üçün bu günə saldıq. Belə qələm, karandaş, belə çoxu saftıra, çox tərləyirəm deyə. Olmazsa olmaz bir dənə güzgün. Açaq bunu. Özünüzü görün. Belə. Sonra bir dənə Tem'dən aldığım dodaq nəmləndiricisi. Belə. O bir nota çəkəndə yaxşı şeyləmədi. Nədir? Yəni ki, tam yaxşı görsənmirdi. İndi bu moda keçdim. Belə Tem'dən aldığım bir dənə lif balm. Sonra bunu da Şakamakadan almışdım. Belə bir dənə bleskdir, gloss. Buna yapışıq bir də şey var. Belə görmüşsünüz də, yəqin ki, bu əsə çoxdanın trendiydi, amma mən də aldım. Belə bir şey də, bu zaman burası qopub. Bu da belə şirin bir şeydir. Sonra bir dənə bu 8 Martda sinifin bizə hədiyyə elədi. Duxudan. Bu fabrikin Yudaşkin ətridir, roz olan. Sonra bir dənə də bu Tem'dən 6 dənəli aldığım glossun bu rəngindən var. Karandaş, ruçka, ağardıcı, nə biləm nə, belə şeylər var. Bunlar koyun. Buranı sizə göstərim. Biz burada arxa hissədə oturmuşuq. Dostlar da gedirik. Çox az oturduq çünki mamam
bir də duxuz sifarişini götürməyə gedəcək. Artıq işləyirdi ya, bir gün xatnoy olur. O da bu günə sığdırmalıdır hər şey. İndi praktikləşirik. Gedəcəyik şeyə, bacımı qoyaq nənəmgilə. Oradan da mən bura baxıram. Amma bura baxırmış kimi görsənir. Bacımı qoyaq, sonra da gedək. Gəldiniz? Sonra da gedək. Mən biz getməyək. Neysə də duxuz sifarişini götürməyə. Baxın buraları da biraz göstərim. İndi qardaşım yerlənəcəmin birazdan uşaqlar çox alacaq. Biz də çıxırıq artıq, amma dedi biraz yerlənsin, yəni. Buraları biraz göstərim sizə. Bu arada siz bu telefonun çəkilişini bəyənirsiniz. Mən hərdən çəkilişi çox xoşuma gəlir, hərdən də belə pis çəkilir sanki. Buranın ab-havası çox qəşəngdir, belə ağaclar çoxdur deyə. Nədir? Havası çox qəşəngdir. Dostlar, indi gedirik. Kənarla zəmbi qoyduq burada, nənə girdi. Biz indi gedirik ana ilə birinci xırdalana. Duxuz sifarişini götürməyə, oradan da evə. Dostlar, biz getdik, duxuz sifarişini götürdük. Götürəndən sonra da orada bir telefon mağazasına girdik ki, bir dənə söhbət ara verin. Baxın, burada da mama işdən gələndə qarpız almışdı. Onu yeyirik pendirdən qəşən. İndi davam eləyim. Duxuz sifarişini götürəndən sonra getdik bir dənə telefon mağazasına. Çünki mən özümə mikrofon istəyirdim. Bu yaxında da challenge videolar çəkmək istəyirəm. Onun üçün də qəşən bir dənə mikrofon istəyirdim ki, səsim, çünki çöldə çəkmək planım var. Qəşən bir dənə challenge çəkmək planı vardı və həyətdə ki, həm də səs yaxşı gəlsin. Getdi bir dənə baxdıq, bir dənə mikrofon götürdük, amma səs keyfiyyəti çox pis idi. Yəni heç bilinmirdi ki, burada mikrofon var da. Yəni mikrofonsuz çəkdiyim kimi elə səs gəlirdi. Bu arada o mikrofonun qiyməti 5 manat idi. Sonra düşündüm ki, Temudan sifariş eləyim. Baxdım, orada belə uzun ipli olan 2 manat idi. Dedim sifariş eləyim, 2 manat da pis olsa da nə pulum gedəcək ki. Amma rəyləri də baya yaxşı idi. Amma ana dedi ki, pis gələcək 100% Temuda. Belə mən Temunun elektronik şeylərinə çox da güvənmirəm. Ona görə sifariş eləməkdən vazgeçdim, yəni ki. Bugünkü vloqum da bu qədər idi. Ümid edirəm bəyənərək izlədiniz. Kanala abunə olmağı və like atmağı unutmayın. Sağ olun.